İmam Zeynalabdin Aleyhisselam buyurur ki, qonşunun haqqı budur ki, onun olmadığı zaman onu qoruyasan, yanında olduğu zaman hörmət göstərəsən, hörmətini əsirgəməyəsən. Əgər zalimin əlində məzlum qalıbsa, zülmə məruz qalıbsa, ona yardım eləyəsən. Onun eyblərini axtarma. Əgər istəmədən birdən hansısa bir eybinə, qüsuruna şahid oldun, möhkəm qala kimi, alınmaz qala kimi o sirri saxla, o eybi gizli tut, o eybi açma. Biz nə edirik? Qonşuda bir şey olan kimi səhər gəlir ki, qonşum dünən belə-belə eləyirdi, filan şey olmuşdu, filan şey. Hər şey açıb deyirik. Biz günahkar görəndə də belə eləyirik. Əmir əl-Mömin Aleyhisselam buyurur ki, əgər bir günahkar görsəm, əbamla onun üstünü örtərəm ki, görməsinlər, eybi çıxmasın üzə. İmam da buyurur ki, əgər istəmədən belə birdən qonşunun bir eybinə, qüsuruna şahid olsan, möhkəm alınmaz qala kimi onu saxla ginən. Əgər ondan bir pislik görsən, üstünü ört bastır elə. Çətinliklərdə onu tək qoyma. Xəta baş verərsə, sənə qarşı xəta eləyərsə, xətalarını bağışla, günahlarını əhv elə. O ilə gözəl tərzdə ünsiyyətdə ol. Sənə qarşı cahillik eləsə, sən həlimliyini ondan əsirgəmə. Ona qarşı həlim ol, səbirlə o ilə davran. Onu yanında birdən söysələr, haqqında pis söz desələr, müdafiə elə ginən. İmkan vermə ki, sənin yanında kimsə sənin qonşun barədə pis sözlər desin, mənfi sözlər desin. Hətta deyir, müxtəlif bəhanələrlə onun dediyi o sözləri puç et ginən. Bu və digər hədislərə biz baxdıqda bir neçə hüquqlar var ki, onları istəyirəm qeyd eləmişim, onları nəzərinizə çatdırım ki, qonşuluq haqları var ki, onların bəziləri bizə əmr olunub, tövsiyə xarakterli, irşad xarakterli əmrlərdir. Bəziləri də qadağadır ki, bunları etmə ginən. Əmr olunanlardan biri budur ki, qonşunu qorumaq. Qorumaq geniş anlamdadır. Onun əhləyalını qoruyacaqsan, övladlarını qoruyacaqsan. Necə ki, öz əhləyalı övladları qoruyursun. Bilirsiniz də, Kərbala vaqiəsindən sonra Mədinə cəmaatı ki, qiyam eləmişdi. Mədinədən Əməvlərin valisini qovmuşdular. Mədinə şəhərini tam ələ almışdılar. Mərvanın da ailəsi Mədinədə qalmışdı. Özü də qorxusundan Mədinəyə gedə bilmirdi ki, gedim görüm ailəmin başına bir iş gəldi ya yox. Çox adamlara məktub yazdı ki, mənim ailəmə sahib çıxın, heç kəs sahib çıxmadı. İmam Zeynalabdin Aleyhisselam getdi Mərvanın ailəsini gətirdi öz evinə. Məktub da göndərdi ki, sənin arvadın, uşaqların mənim arvadım uşaqlarından heç fərqlənməyəcək, narahat olma. Onlara necə baxıram, necə qoruyuram, bunlar da elə qoruyacağam. Bu Əhl-i-Beytin əxlaqı budur, Əhl-i-Beytin böyüklüyü bundadır, bu kimi məsələlərdədir. Evini qoruyacaqsan, qonşu evdə yoxdur, onun evini oğrudan qoruyacaqsan, hansısa bir problemlər baş versə ondan qoruyacaqsan, qonşunun şərəfini qoruyacaqsan, qonşunun adını qoruyacaqsan, yanında oldu, huzurunda oldu, hörmətlə yanaşacaqsan, hörmət göstərəsən ona, yardım eləyəcəksən, dəstək olacaqsan, nə ehtiyacı var, heç ehtiyacını dilinə gətirmədən öncə verəcəksən.